Esselamu Aleyküm bizi izleyenler ve hürmetli hemkarlarım. Bugün size Amerikul kondisionerinin pultunun istifade qaydasını göstereceğim. Qeyd edeyim ki bu kondisionerin bu pult eyni zamanda Amerikuldan başqa Union Air ve Aircool kimi kondisionerlərdə də keçərlidir. Bu onun on-off düyməsidir. Bunun köməyini yandırıb söndürüb. Bəzi vaxt elə olur ki biz kondisionerin işləyib işləməməyini təyin etmək istəyirik. Gördüyünüz kimi bu düymə basanda burada insan gözünün görmədiyi və ama kameranın gördüğü bir ışık yanır. E, Bu düymənin yardımıyla kondisionerin deməli temperaturunu qaldırıb bununla isə aşağı salır. Əksər düymələr isə qapağın altında yerləşir və indi biz sizə bu qapağın altında yerləşən düymələri bir-bir başa salacağıq. Burada nə var? Mod düyməsi var bizə ən çox lazım olan və bu kondisionerin 5 rejimi var. Hal-hazırda soyutma rejimindədir. Bu nəmin alınması, ventilator, isitmə, bir daha basanda avto rejimə keçirik və indi insanların əksəriyyətinin istifadə elədiyi soyutma rejimindən danışacağımıza görə bir daha basıb soyutma rejiminə qaydırıq. Bu rejimdə temperaturu 22-24 dərəcə arasında ayarlayırıq. Yəni həddindən ötə aşağı temperatura ayarlamaq yalnız soyuq dəyməyə səbəb olaca biləcəyinə görə mən sizə bunu kəsinliklə məsləhət etmirəm. Amma eğer elektrik enerjisine qənaət eləmək istəyirsinizsə, o zaman temperaturu 24, 25, 26 dərəcə ayarlaya bilərsiniz. Amma qeyd edim ki, 24 dərəcəyə ayarlamaq daha uyğundur. Burada ventilatorun sürətini dəyişmək üçün fan düyməsinin istifadə olunur və bu kondisionerin ventilatorunun 4 sürəti var. Avto sürət, aşağı sürət, orta sürət, bir daha basırıq yuxarı sürət. Qeyd etmək istəyirəm ki, kondisionerin deməli ventilatorunun sürəti artdıqca soyutması da çoxalır. Bu səbəbdən əgər yataq otağında həm soyuğun az olmasını, həm də ventilatorun sürətini sizi narahat etməməsini istəyirsinizsə, o zaman fan düyməsini basırsınız və burada ən aşağı sürəti seçirsiniz. Hörmətli izləyicilərimiz, digər rejimləri keçmək üçün yenidən moz düyməsini basırıq və burada bir su damcısı işarəsi gəlir. Bu su damlası kondisionerin demək qurutma rejiminin işarəsidir. Amma insanların böyük əksəriyyəti bu rejimdən demək olar ki istifadə etmir. Bir daha basırıq, adi ventilator rejiminə keçirik. Bu rejimdə nə soyutma, nə isitmə gedir, amma ventilatorun sürətini azaldıb çoxalda bilirik və yəni adi ventilator kimi işləyir. Bir daha basırıq və isitmə rejiminə keçirik. İsitmə rejimində temperaturu 26 dərəcənin üzərinə ayarlayırıq. Və eyni zamanda burada ən önəmli məsələlərdən biri ventilatorun sürətini avtoya ayarlamaq. Mən bunu demək olar ki, hər bir videoda deyirəm. Çünki 20 illik praktikamız görkəzir ki, ventilatorun sürəti avtoya ayarlananda kondisioner daha tez istiliyi verməyə başlayır və nominal gücünə daha tez çatır. Bunun üçün biz fan düyməsini bir neçə dəfə basırıq. Bir daha basanda avto sözü gəlir və bu da o deməkdir ki, indi deməli ventilatorun sürətini siz deyil, elektron plata, yəni beyin özü seçəcək. Bu da deməli lazımı deməli sürəti seçdiyinə görə kondisioner daha yaxşı işləyəcək. Yəni bu məsləhətdir. Bir məsələdə qeyd elə, bəzi vaxt elə olur ki, insanlar soyutma rejimi ilə isitmə rejiminə qarışdırırlar və elə bilirlər ki, soyutmada knopkanı vuran kimi, düyməni basan kimi həmən ev soyuduğu kimi burada da həmən istiliyi verəcək. Və yaxud elə fikirləşirlər, soyutmada yüksək sürəti qoyanda necə ki, yaxşı soyutma gedir, isitmədə də elə olacaq. Xeyr, belə deyildir. İsitmə rejimindən fərqli olaraq böyük sürətə qoyduqda tam tərsinə kondisionerin isinməsi, kompresorun isinməsi həddindən artıq gec baş verir və demək isinmə də çox zəif olur. Eyni zamanda deməli kondisionerin düyməsini basan kimi də isti vermir. Ən azı 5-10 dəqiqə gözləmək lazım olur. Amma kondisionerin nominal gücünə çatması təxminən 1 saat çəkə bilir, 20 dəqiqə də çəkə bilir. O havanın temperaturundan asılıdır. Hörmətli izləyicilərimiz, mod düyməsini bir daha basanda gördüyünüz kimi həm isti işarə, həm də soyuq rejiminin işarəsi olur. Bu da avto rejimdir. Avto rejimdə biz temperaturu məsələn deyək ki 25 dərəcə ayarlamışıq. Bu halda əgər temperatur 25 dərəcədən yuxarı olarsa kondisioner deməli soyutma rejimində, 25 dərəcədən aşağı olarsa isitmə rejimində işləyəcək. Bir daha basırıq və soyutma rejiminə qaydırıq. İndi isə digər düymələri izah edəcəm. Bəzi vaxt insanlar 22 dərəcə temperatura ayarlayıb yerlərinə uzanırlar
və istəyirlər ki, rahat yatsınlar. Amma bu rahatlıq sonunda xəstələnməklə nəticələnə bilər. Bu səbəbdən biz belə bir şey etdiyiniz təqdirdə burada sleep, yəni gecə rejimini basmağı sizə məsləhət görürük. Bunu bastığınız təqdirdə burada bir ulduz işarəsi gəlir. Bu da gecə rejiminin işarəsidir. Bu halda kondisioner 1 saatdan sonra temperaturu 23 dərəcəyə qaldıracaq. Bir neçə saatdan sonra yenidən 1 dərəcə qaldıracaq. Dolayısıyla bu rejimdə temperatur 2 dərəcə qaldırılır və sizin soyuq dəymə kimi probleminiz inşallah olmur. Burada bir swing düyməsi var. Bu düyməyə basıldıqda, əvvəlcə bu rejimdən çıxarın. Swing düyməsinə basıldıqda jalüzlər yuxarı aşağı doğru hərəkət edir. Amma louver düyməsinin köməyi ilə biz jalüzləri istədiyimiz bir istiqamətlə dayandıra bilirik. Bir daha basırıq. Gördüyünüz kimi müəyyən istiqamətlərdə dayandırmaq olur. Burada maraqlı daha başqa bir düymə var. Ionizer. Ionizer nədir? Gəlin basalım. Basırıq və burada bir ağac işarəsi gəlir. Bu nədir? Bu işarə o göstərir ki, artıq kondisionerin ionizatoru işə saldı və indi o mənfi ionları bizim otağımıza yayır. Bu ionlar da bizim meşədə özümüzü hiss etdiyimiz kimi evimizdə hiss eləyəcək. Əlbəttə ki, kondisionerin içi daimi təmiz olmalıdır ki, biz ondan zövq alaq. Hörmətli izləyicilərimiz, bu rejimdən çıxmaq üçün yenidən bu düyməni basırıq. İndi isə ən maraqlı rejimlərdən biri olan timer on, timer off. Yəni timer yandırsın, timer söndürsün adlı deməli funksiyaya giririk. Əvvəla saatı qurmaq lazımdır. Deyək ki, indi saat 12:40-dır. Bunu basırıq. Bir neçə saniyə tuturuq və bundan sonra 12:40 eləyib əlimizi uzaqlaşdırırıq. İndi isə məsələn istəyirik ki, axşam saat biz 7-də evə gələcəyik, yəni 19-da evə gələcəyik. 18 tamamda kondisionerimiz işə düşdü. Bunu basırıq və PM demək 18:00-a basıb deməli basırıq və bu gördüyünüz kimi burada timer 10 işarəsi bir neçə dəfə yanır və bundan sonra rejim yandırılmış olur. Deməli 18:00-da kondisionerimiz avtomatik olaraq işə düşür. Təbii ki, biz kondisioneri söndürüb gedirik. 18:00-da kondisioner işə düşəcək və biz 19-da evə gələnə qədər, yəni 7-də evə gələnə qədər evimiz soyuyacaq. Bu rejimdən çıxmaq üçün cancel düyməsini basırıq. Yəni iptal düyməsini basırıq. Və yaxud kondisioner işləyir. İstəyirik ki, kondisioner 3-4 saat işləyəndən sonra gecə saat 3-də sönsün. Demək, kondisioner timer off düyməsini basırıq və burada biz onu tuturuq. AM, yəni gecə saat 3 bizdə AM deməkdir. AM gördüyünüz kimi 3 AM qurub əlimizi uzaqlaşdırırıq. Gördüyünüz kimi burada timer off işarəsi yanır. Bu da o deməkdir ki, bizim kondisionerimiz gecə saat 3-də və yaxud səhər saat 3-də fərq etməz, söndürüləcəkdir. Və bu rejimdən də çıxmaq üçün təbii ki, cancel düyməsini basacaq. Hörmətli izləyicilərimiz, əgər hər hansı bir aydın olmadısa, bizə şərhlər bölümündə yaza bilərsiniz. Əssalamu aleykum.